Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün hidrogen, oksigen su mövzusunda hidrogenin alınması və xassələri mövzusunu test topsu üzrə izah etməyə çalışacağam. Başlayaq birinci sualdan. Hansı qazı havadan almaq olmaz? Təbii ki, hidrogeni havadan almaq mümkün deyil. Bütün hidroksitlərin tərkibinə daxil olan element hidroksit nədir? OH-dır, düz deyil. OH-da nə var? Hidrogen. Doğru cavab olar B variantı. 3. Hansı reaksiyada alınan qaz oksigenden 16 dəfə yüngüldür. Əgər oksigenden 16 dəfə yüngülsə, oksigen kütləsi neçədir? 32. Bölərsən 16-ya, taparsan burada 2. Deməli, burada söhbət hidrogen qazından gedir də, kütləsi 2 olan. Sən burada nitratı çıxmalısan. Nə üçün nitratları çıxmalısan? Bilirsən ki, nitratın nə qatısı, nə durusu hidrogen vermir metallarla və burada qatı sulfatları da çıxmalıyıq. Çünki uşaqlar qatı sulfatla metallar hidrogen ayırmır. Doğru cavab nə olacaq? Y variantı. Burada alınacaq dəmir 2 sulfat plus hidrogen qazı. 4-cü suala baxaq tez. Deməli, qapalı qabda hidrogen və oksigenden ibarət 600 milli qarşıda baş verən reaksiyadan sonra 64 milli hidrogen artıq qalıb. Gəlin birinci reaksiyanı yazaq. Deməli, reaksiyada ən məşhur reaksiyada bu 2-1-2 nisbətində reaksiya daxil olur. Uşaqlar, ümumi bizə qaz qarşısı nə qədər verib? 640. Sonda nə qədər qalıb? 64. Sən buradan 64-ü çıx, eləsin 576. Artıq məlumdur ki, bizə 576 milli qaz qarşı reaksiya daxil olub, bitib. 64-də artıq qalıb, düzdür. Reaksiya uşaqlar bilmirik axı nə qədər hidrogen, nə qədər oksigen sərf olunub. Mən götürərəm oksigen X, onda hidrogen 2 dəfə çox olduğu üçün olacaq 2X. Bizə bunların cəmi, yəni 2X plus X sərf olunan neçədir? 576 milli. Onda burada 3X bərabərdir 576, X eləyər 192. Deməli, X-i tapdım, yəni oksigeni tapdım 192. Bizdən elə deyəsən oksigeni soruşur. Bəli, cavab 192 olar. Əgər hidrogeni soruşsa vurardıq 2-ni 192-yə. Deməli, baxaq 5-ci sualda hansı bəsmalələrin qələvi məhlul ilə qarşı təsirlə hidrogen ayrılır? Hidrogen ayrırsa uşaqlar, məsələn üçün alüminium. Bəli, alüminiumun qələvi ilə natrium OH reaksiyasını yadımıza düşür. Nə alınırdı? Alınırdı natrium alüminium O2 plus hidrogen ayrılırdı. Deməli, buradan almaq olar. 1 doğrudur. 2 məsələn silisium buradan alınırdı. Natrium silikat plus hidrogen ayrılırdı. 1 və 2 doğru cavab. 6. Hansı maddələr hidrogenlə reaksiyaya daxil olmur? Məsələn, A variantına baxaq uşaq. A variantı verib alüminium. Bəli, alüminiumdur, bir də berilyumdur metallardan. Bunlar hidrogenlə birbaşa reaksiyaya daxil olmur. Qeyri-metallardan fosfor və silisium, silisium birbaşa reaksiyaya daxil ola bilmirdi. Deməli, alüminiumu götürə bilərəm. Bir də burada metan verib. Təbii ki, metan hidrogenlə birləşmə reaksiyasına daxil olmur. Doğru cavab olar A variantı. Məsələn, B variantında oksigen girir, sulfat girmir. C variantında hər ikisi girir. D variantında hər ikisi gedir. Y variantında hər ikisi gedir. Deməli, 7-ci sual. Hansı maddələr müəyyən şəraitdə hidrogenlə reaksiyaya daxil olur? Deməli, uşaqlar, fosfor dedik, daxil olmur. Fosfor olanları çıxıram. Fosfordur, silisiumdur. Bunlar reaksiyaya daxil olmur adi şəraitdə. Yerdə nə qaldı? Məsələn, burada CH4 verib. CH4 doymuş alkandır. Yəni, doymuş daha doğrusu karbondigendir. Yəni, alkana aiddir. Alkanlar da hidrogenlə birləşmə reaksiyasına daxil olmur. Məsələn, Y variantında H-klor reaksiyaya daxil olmaz. Doğru cavab olar B variantı. 8. Hansı metalı oksigen hidrogenlə reduksiyasına almaq olmaz? Biz demişdik ki, aktiv metalları, qələvi torpaq metallarını almaq olmur. Doğru cavab olar C variantı. Məsələn, natrium uşaqlar yazsaq, natriumda baxın bu formada yazsaq hidrogen. Burada nə alınır tutaq ki? Alınsa uşaqlar natrium plus su. Bu natrium o qədər aktiv metaldır. Bu su ilə şiddətli reaksiya daxil olub qələviyə çevriləcək. Ona görə almaq mümkün deyil. Doğru cavab olar C variantı. 9. Hansı halda hidrogen bəsit maddə kimi deyil, kimyəvi element kimi göstərilmişdir? Amoniyakın tərkibində. Elə doğru cavab bu olar. Kimyəvi element. Məsələn, ən yüngül qazı kimyəvi xassəsidir. Oksigenlə reaksiya daxil olur, kimyəvidir. D variantıdır, rəngsiz qazı fiziki xassəsini göstərir. Belə, Y variantı həmçinin. Doğru cavab olar A variantı. 10-cu sual. Hansı reaksiyada hidrogen alınmır? Hidrogen alınmırsa, baxaq A variantına. A variantında uşaqlar, təbii ki,
qələvi torpaq metallı, qələvi metallarla su, belə deyək, su ilə reaksiya daxil olanda hidrogen ayırmağı bacarır. B variantında deməli, B variantında alınacaq uşaqlar H flor plus oksigen alınacaq. Elə doğru cavab bu olar. Burada oksigen ayrıldı. C variantında təbii ki, qələvi plus hidrogen, Y variantında oksit plus hidrogen, D variantında qələvi plus hidrogen. Hamısının hidrogen ayrıldı, amma B-dən başqa. 11. Hansı reaksiyadan hidrogen alınmır? Hidrogen alınmırsa, deməli, burada məsələn gözümə dəyir C variantı. A variantında hidrogen ayırır uşaqlar. B variantında qələvi torpaq metalları hamısı neyinir? Hidrogen ayırır. Elə həmçinin amfoter metallar da su ilə reaksiya daxil olub hidrogen ayırmağı bacarır. Amma C variantı reaksiya getməz heç. 12-ci sual. Hansı reaksiyadan hidrogen alınır? Uşaqlar, biz dedik ki, qatı sulfatdır, duru və qatı nitratdır. Bunlar metallarla hidrogen ayırmağı bacarmır. A getdi, C getdi. Deməli, B variantında alınır. B variantı ilə natrium hidroksid. Y variantında alınır uşaqlar. Su alınır burada. Doğru cavab nə qalır? Y. Doğrudan natrium su ilə reaksiya daxil olanda natrium hidroksid və hidrogen qazı ayrılır. Keçək 13-cü sual. Hidrogen 8 qram hidrogen tam yandıqda neçə qram su alınır? Deməli, uşaqlar, yazaq birinci reaksiyanı. Deməli, burada 4 qram hidrogen reaksiya daxil olanda 36 qram, yəni 2 mol su reaksiya daxil olur. 36 hardan çıxdı? Yəni bunun kütləsi 18, suyun 2-yə vursan 2 moldur? 36. Deməli, 8 qram nə qədər olar? 2 dəfə artıq eləyər 72. Doğru cavablar C variantı. 14-cü sual. Sənayedə hidrogen tətbiq olunmur. Deməli, baxaq, məsələn, yanacaq kimi, bəli, yanacaq kimi istifadə olunur. Ammonyakın istehsalında, bəli, suyun alınmasında xeyr uşaqlar, suyun alınmasına heç ehtiyac yoxdur axı sənayedə. C variantı ilə səhvdir. Marqarin istehsalında, bəli uşaqlar, marqarin ilə yağ deməkdir. Məsələn, biz maye yağları bərk yağı çevirmək üçün hidrogendən istifadə edirik. Y variantında hidrogen xlorun alınmasında, bu da doğrudur. Doğru cavablar C variantı. 15. Sənayedə hidrogen tətbiq olunmur. Tətbiq olunmursa, yenə demə, ammonyakın sintezində dedik olur. Metanol sintezində, bəli, spirtlərin sintezində olur. Məsələn, dəm qazı ilə hidrogen reaksiyasında istifadə olunur. C variantında sulfatın alınmasında iştirak edilmir axı. Elə doğru cavablar C variantı. Dedim, bax, maye yağların bərk yağlara çevrilməsində, bəli, istifadə olunur. Dəmirin alınmasında, bəli, uşaqlar, alınmasında istifadə olunur. 16-cı sual. Elementi verib hidrogen, maksimum oksidaşmə və minimum oksidaşmə dərəcəsini soruşur. Mən bilirəm ki, deməli, maksimum oksidaşmə dərəcəsi müsbət 1-dir. Minimumda metallarda mənfi 1 göstərir. Doğru cavab müsbət 1 və mənfi 1 D variantı. 17-ci sual. Bu üsulla hansı qazı toplamaq olar? Görürəm ki, sınaq şüşəsinin ağzı aşağıdır. Aşağıdırsa, deməli uşaqlar, bu belə deyim, havadan yüngül qazdır ki, qalxır da, havadan yüngül qazlar biz bilir ki, getdikcə yuxarı qalxır. Amma deməli, havadan ağır qazlar isə qalxmır uşaqlar. Əgər bu ağzı aşağı durubsa, deməli, bu yuxarı qalxan qazdır. Yəni, kütləsi 29-dan, havanın kütləsindən çoxdur. İndi burada bir dənə hidrogendən kiçik olan 2 qramdır kütləsi. 18-ci sual. Kalium artıq miqdarda su ilə həll olduqda neçə litr hidrogen ayrılır? Yəni, yazaq kalium plus su. Burada nə alınacaq uşaqlar? Alınacaq kalium OH plus hidrogen. Əmsallara baxsaq, 2 mol kaliuma düşər, 2 mol da kalium hidroksidə. Əmsallar düzəldi. Düzəlmədi yoxsa, bir dənə də suya düşər 2, bəli. Deməli, görürəm ki, 2 mol kalium, yəni 78 qram kalium reaksiya daxil olanda nə qədər hidrogen ayrılır? 22,4 litr. Bəs bizə 3,9 qram verib. Yəni, bu tərəf neçə dəfə azalıb? 20 dəfə. Onda burada 20 dəfə azalar, eləyər 1,12. Doğru cavablar B variantı. Keçək 19-cu suala. Kalsiyumu artıq miqdarda suda həll etdikdə yenə həmin tipli sualdır. Deməli, kalsiyum plus su alınacaq kalsiyum hidroksid plus hidrogen. İndi əmsallara baxsaq, bir dənə burada suya 2 düşsə, əmsallar düzələcək. Görürəm ki, uşaqlar 40 qram kalsiyum reaksiyası daxil olanda nə qədər hidrogen ayrılır? 22,4 litr hidrogen ayrılır. Yəni 1 mol. Bizə verib 4 qram. Görək 4 qram nə qədər ayrılar?
10 dəfə azalıb bu həddi. Onda burada 10 dəfə azalsa eləyər 2,24. Doğru cavab olar Y variantı. 20. Hansı reaksiyadan hidrogen alınmır? Bayaq dedim ki, qatı sulfatdır, getdi. Məsələn, A variantında, deməli, baxaq A variantında. Xeyr, A variantında uşaqlar alınmaz. Burada alınmaz. Bu nəyin, belə deyək, reaksiyası su qazının alınması idi, düzdür? Daha doğrusu deyir alınmır. Hə, burada təbii ki, burada alınır CO plus hidrogen. Bu nə idi? Su qazının alınması da kimyəvi reaksiyası. B variantı bax duru nitrat, duru sulfat verirsə, təbii ki, burada duru sulfat metallardan hidrogeni ayıra bilir. Başqa yerdə nə qaldı? C variantı bəli, amfoter bayaq dedik ki, metallar su ilə hidrogen ayırmağı bacarır. Burada deyir alınmasın. Alınmayan, bax D-də dedim ki, qatı sulfatdan ilə deməli ayırmayacaq. Doğru cavab olar D variantı. Deməli, keçək 21-ci suala. Hansı metalın 1 molun artıq miqdarda xlor turşusuna qarşı təsirən daha çox hidrogen ayırır? Uşaqlar, bunun bir açıqlaması var ki, hansının valentliyi çoxdursa, o hidrogeni çox ayıracaq. Belə deyək, məsələn, sinf 2 valentlidir. Onda valentliyin yarısı qədər hidrogen ayrılacaq. Eləyəcək bu 1 mol. Berilyumdur, kalsiyumdur, baryumdur. Bunlar hamısı 2 valentlidir. Yəni valentliyin yarısı qədər ayırır, amma alüminiuma bax. Alüminium 3 valentlidir. Onda bu yarısı nə qədər? 1,5 mol hidrogen ayırır. Doğru cavab olacaq Y variantı. 22. Sənayedə hidrogen hansı reaksiya ilə alınır? Sənayedə uşaqlar alınırdı. Məsələn, sintez qazının alınması yadımızdadır. Metan plus daha doğrusu su buxarı burada nə alınırdı? CO plus hidrogen. Y variantı. Burada da hamısında hidrogen ayırır. Bunlar söhbət yox. Məsələn, A-da ayırır hidrogen. Burada da hidrogen ayrılır. Burada da. Amma bizdə sənayedir. Bunlar hamısı bax A-dır, B-dir, C-dir, D-dir. Bunlar laboratoriya üsuludur. Sənaye üsulu isə Y variantındadır. 23-cü. Sənayedə hidrogen hansı reaksiya ilə alınır? Sənayedə bax A variantı sənayedir uşaqlar. B variantı sənayedir. C variantı metanın 3 cür parçalanması vardı, yadımızdadır. Birincisində 550 dərəcədə alınırdı C2H4 hidrogen. 1000 dərəcədə ayrılırdı karbon plus hidrogen. 1500 ayrılırdı asetlin plus hidrogen. Bunlar hamısı sənaye üsuluydu uşaqlar. Doğru cavab ilə burada olar C variantı. Keçək 24-də. Hansı reaksiyadan hidrogen alınır? Ümumiyyətlə bayaq dedim ki, nitratın nə qatısı, nə durusu hidrogen vermir. Ona görə nitratlar getdi. Y variantına baxın uşaqlar. Qatı sulfat dedik ki, hidrogen ayırmır. Doğru cavab olar B variantı. Buradan nə alınacaq? Gəlin yazaq. Bax, buradan alınacaq. Deməli, alınacaq natrium, alüminium. O2 plus hidrogen. Deməli, 25. Hansı reaksiyadan hidrogen alınır? Burada məsələn uşaqlar karbon qazı plus hidrogen ayrılır. Elə doğru cavab burada A variantıdır. Burada niyə natrium sinkat alınırdı ya? Yadımızdadır. Yəqin natrium 2 SiO2 plus hidrogen. Burada elə doğru cavablar A variantı. Nitrat verməz. D variantını niyə çıxıram? Çünki pasiv metallar xloriddən hidrogen ayırmağı bacarmır. Başqa Y variantında dedik. Doğru cavablar A variantı. 26. Hansı metalların xlor turşusu reaksiyasından hidrogen almaq olar? Baxın uşaqlar, 26-da elə cavab A variantı. Niyə? Demişdik ya, deməli hidrogendən sağda olan metallar hidrogeni çıxarda bilmir xlor turşusu. Nəinki xlor turşusu, bütün turşulardan. Məsələn, B variantı mis, pasiv metaldır, yəni hidrogendən sağda yerləşir. Hidrogeni çıxarda bilməz xloriddən. C variantında məsələn üçün qızıldır, qurğuşundur. Bunlar da çıxarda bilməz. D variantında civədir, bunlar çıxarda bilməz. Y variantında gümüşdür, civədir. Uşaqlar, bunlar xlor turşusundan hidrogeni çıxarda bilməz. Bir aktiv metalı, bir də orta aktiv metallar çıxarda bilər. 27. Hansı metallar xlor turşusu reaksiyasında hidrogen almaq olmaz? Elə burada da A variantı veriblər cavab. Gümüşdür, belə deyək, misdir, bir də platindir uşaqlar. Hidrogendən sağda gələn metallardır və hidrogeni çıxarda bilməzlər. Doğru cavab olar ilə A variantı. Məsələn üçün B variantında hamısı çıxardır, C variantında çıxardır, D variantında çıxardır, Y variantında çıxardır. Deməli 28-ci sual. Deməli, guruldayıcı qaz və sintez qazı X maddəsini soruşur. Gəlin guruldayıcı qazın formunu yazaq. Reaksiyasını. Bu guruldayıcı qazdır uşaqlar. Bir dənə də var sintez qazı. Sintez qazda məsələn üçün bir dənə yazım CH4 plus hidrogendən yazım. Burada nə alınır? CO plus H2.
Deməli, guruldayıcı qazın tərkibində hidrogen, sintez qazında da hidrogen. Deməli, hər ikisinin tərkibində hidrogen var. D variantı 29. Eynilə uşaqlar su qazda elə burada olacaq su qazı bu formada. Karbon plus su alınacaq burada. CO plus hidrogen. Bax, burada da hidrogen var tərkibində qaz qarışığın. Guruldayıcı qazı dedik budur. Deməli, burada da hidrogendir. C variantı. 30-cu sual. Deməli, hidrogen, 1 mol hidrogendən 1 mol xlor. Deməli, təbii ki, 2 mol H xlor alınır da burada. Y variantı. 31. Hansı reaksiyadan bərk maddə alınır? Uşaq nəyi başa düşməlidir? Birinci bilməlisiniz ki, uşaqlar, burada metal varsa 100% orada bərk maddə var. Məsələn, B-dən başqa metal mən heç yerdə görmürəm. Bax, qeyri-metaldır, 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 qeyri-metaldır. Bir də belə deyək, bərk maddə hidrogenə girəndə kalsium hidrid alınır da, bu da bərk maddədir. Doğru cavablar B var. Yəni qısacası uşaqlar bərk maddəni istəyirsə tapmaq, metalları axtarmalısınız. 32. Hidrogen oksigen qarışığının qapalı qabda reaksiyasının 54 qram su alınıb. Gəlin baxaq. 2 mol hidrogen plus oksigen alınır 2 mol su. Normalda uşaqlar nə qədər alınır? 36 qram, yəni 2 mol, düzdür. Bizə 54 qram verib. 54-ü sən 18-ə böl, gör neçə mol oldu? 3 mol. Deməli, burada 3 mol su alınıbsa, onda uşaqlar belə deyək də, 1,5 mol oksigen sərf olunub, 3 mol da hidrogen sərf olunub. Aydın oldu. Deməli, ya da belə yazaq, başa düşməliyinizsə, baxın, 36 qram su alınanda 2 mol nə sərf olunur? Hidrogen. Bizə 54 qram verib. Görək 54 qram alınarsa nə qədər? Bax, bura 1,5 dəfə artır. Onda buralar 3. Deməli, 3 mol hidrogen. Burada yazmışam. Eyni qayda yenə yazıram. 36 qram su alınanda 1 mol oksigen sərf olunur. Bəs 54 qram alınsa nə qədər? Bura 1,5 dəfə artır. Bu da eləyər 1,5 oksigen. Yəni, qısasını yazdım mən. İndi bizdən nəyi soruşur? Baxaq. 16 qram oksigen artıq qalıb, ilkin qarşısında neçə mol oksigen var? Uşaqlar, 1,5 mol oksigen tapmışam. Gəlin görək bu neçə qramdır? 32 vurulsun 1,5. Neçə eləyir? 16, 32, 48. Düzdür? 16 qram artıq qalıbsa, deməli bu neçəymiş əvvəl? 64 imiş də. Yəni bu 48 ilə 16-nı topla. Gör əvvəl neçəymiş? 64 qram oksigen. Bunu moldan soruşursa, moldan. Bölərsən kütləsinə 32, bu deyir 2 mol. Doğru cavablar Y variantı. 33-cü suala baxaq. Deməli, nədir? Hidrogen və oksigen qarışığının qapalı qabda reaksiyasında 72 qram su alınıb. Bax, normalda 36 qramdır, 72 qram burada alınıb, düzdür? Belə deyək, uşaqlar, belə deyək. 36 qrama 4 qram hidrogen sərf olunur. Bəs 72 qram olsa nə qədər olar? 8. Tapdım buranı 8. 4 qram deyir artıq qalıb. Qardaş, 8 qram var, 4 qram artıq qalıbsa əvvəl neçəymiş? 12 imiş də, düzdür? Yəni 12 qram hidrogen var imiş burada. 12 qram hidrogen bölsəm kütləsinə 2-yə, bu eləyir 6 mol. Moldan soruşsa. A variantı. 34-cü sual. Deməli, hidrogen və 100 ml oksigendən ibarət qaz qarışıq. Yəni hidrogen plus oksigen. Deməli, bizə deyir ki, 100 ml oksigen var. Reaksiya 2-nin 1 nisbətinə düz deyil. Onda 200 ml hidrogen olar. Qapalı qabda reaksiyadan sonra 50 ml hidrogen artıq qalıb. Deməli, uşaq 50 ml qalıbsa, onda neçəymiş bu? 200 var, düzdür. 50-si artıq qalıbsa, deməli, bu əvvəl 250 imiş. Yəni, bunların cəmi nə qədər eləyəcək? 250 olub. Düzdür. İlkin qarışıqda həcmini hesablayın. Uşaqlar, 250 hidrogen olub əvvəl. 100 ml-də onsuz oksigen vardı. 100 ml. Bu deyir neçə? 350. Aydın oldu. Demək, 35-ə baxaq. 35 hansı ifadə hidrogenə aid deyil? Baxaq. Metallarla molekulyar quruluşlu birləşmə əmələ gətirir. Elə burada səhvdir. Bu qeyri-molekulyar olur. Uşaqlar, A variantı. B variantı. Ən yüngül qazdır, bəli. Bəzi metalları onlar oksigenlə reduksiya edir. Bəli, dedik, məsələn, mis oksidi hidrogenlə reduksiya etmək olar. Mis oradan. D variantı sənayedə sudan alınır, bəli, suyun elektrolisindən alınır. Y variantı kükürdə lax yumurtayı verir. Bəli, H2 əmələ gəlir qaz olaraq. Bu da lax yumurtayı verir.
36-cı sual. Hansı reaksiyadan hidrogen alınır? Alınmayanlar uşaqlar. Bax, burada nitratı görürəm. Nitratın nə qatısı, nə durusu hidrogen ayrılmır. Bir də qatı sulfat ayrılmır. Doğru cavab nə qalacaq? 1 və 3. C variantı. 37. Hansı maddələrin qələvi məhlul ilə qarşılıqlı təsirindən hidrogen ayrılır? Məsələn, sinqi götürək, bir dənə də götürək qələvi olaraq natrium OH. Təbii ki, bu reaksiyanı hamı əzbər bilməlidir. Burada nə alır? Natrium sinkat. Natrium sinq-OH plus hidrogen. Deməli, burada ayırdı. Xlordan girəndə uşaqlar, xlordan alınır natrium. Xloru alınan maddələri yazıram. Bir də alınır natrium xlor OH plus su. Buradan ayrılmadı ki. Deməli, 2 olan cavablar getdi. 1 olmayan cavablar da getdi. Qaldıq, deməli, A və C arasında bir dənə də silisiuma baxaq. Bax, silisium, bayaq yazdım, natrium OH-la. Deməli, uşaqlar, bu prosesu suda məhlulunda baş verdi. Üstünə suda gəlməliyəm. Buradan alınır natrium 2, silisium O3 plus hidrogen. Doğru cavab nə olacaq? 1-də, bir də 4-də ayırdı. C variantı. İndi isə keçid edək. 38-ə hansı reaksiyada hidrogen oksiləşdiricidir? Oksiləşdirici, uşaqlar, yadınızda saxlayın ki, qeyri-metallardan olur reduksiya edici. Yəni, reduksiya edici nədir? Oksiləşmə dərəcəsi artır. Amma metaldır, silisiumdur, bordur, bunların birləşməsində hidrogen oksiləşdirici olur. Bax, məsələn, burada alınır birinci reaksiya natrium hidrid. Natrium bilirəm ki, metaldır. Metallar heç vaxt mənfi olmur ki, hidrogen də ona görə mənfidir. Belə deyək uşaqlar, ümumiyyətlə, bax, metaldır, silisiumdur, bordur. Bunların birləşməsində bayaq dedim ki, hidrogen mənfi oksiləşmə dərəcəsi göstərir. Görürsən, hidrogen 0-dan gəldi mənfiyə. Bax, yazım, hidrogen 0 idi, gəldi mənfi. Nədir? Oksiləşmə dərəcəsi azaldı. Azalsa bu olur oksiləşdirici. Doğru cavablar A variantı. Bax, məsələn üçün B-ni yazım, ürəyinizə qara qalmasın. Məsələn, burada hidrogen 0-dır. Burada NH3 alınır. Burada müsbət 1. Oksiləşmə dərəcəsi nədir? Artdı. Deməli, burada reduksiya edicidir. Həmçinin uşaqlar, burada bəsit halda 0-dır, bəsit halda 0-dır, bəsit halda 0-dır. Təbii ki, bu birləşmənin daxilində onda müsbət 1 olacaqdır. Bunların hamısında müsbət bir oksiləşmə dərəcəsi göstərir. Yəni, artır. Artırsa reduksiya edici. Doğru cavablar oksiləşdiricini soruşursa A variantı. 39. 39-a nədir? Hansı reaksiya hidrogen oksiləşdirici? Baxaq. Birinci reaksiya yazıram, kalsium hidrid. Elə burada hidrogen metallardan dedik, mənfi oksiləşmə dərəcəsi göstərir. Bax, 0 idi, gəldi mənfi, azaldı da oksiləşmə dərəcəsi. Deməli, oksiləşdirici olub. A variantı 40. Hidrogen ilə birləşmə reaksiyasına daxil olmayan maddəni göstərin. Hidrogen ilə birləşmə reaksiyasına daxil olmayan, məsələn, A variantı daxil olur. Məsələn, alınır hidrogen plus S. Burada alınır nə? H2S. Bax, burada birləşmə reaksiyası deyir ha. Məsələn, B variantında natrium plus H2. Burada alınır natrium hidrid. Amma C variantına bax, misoksid plus hidrogen. Uşaq, biz demişdik ya, istilik effektində. Bir bəsit, bir mürəkkəb maddə reaksiya daxil olsa, bu olur əvəz etmə reaksiyası. Burada nə alınır? Mis plus hidrogen. Gördün, əvəz olundu burada. Demək, bu yanlışdır. C variantı cavab. Asetilində təbii ki, doymamış karbondigenli reaksiya daxil olur. Bu da doymamış karbondigenli reaksiya daxil olur. İndi keçək 41-ə. Hidrogen ilə birləşmə reaksiyasına daxil olmayan maddəni göstərir. Bu da həmçinin eyni sualdır uşaqlar. Bax, dedik ki, bu birləşmə reaksiyasına daxil olur. Xlordur, xlorid türsəməli, H-xlor. Burada da birləşmədir. Doymamış karbondigenlər də birləşmə reaksiyasına daxil olur, amma A variantında əvəz etmədi uşaqlar. 42. Hansı maddənin qələvi məhlul ilə reaksiyasından hidrogen ayrılır? Y-yə baxın, sink. Sink plus qələvi deyirsə, bayaq yazım, natrium hidroksid. Burada natrium sinkat plus hidrogen. Demək, buymuş da cavab Y variantı. 43-cü sual. Hansı maddənin qələvi məhlul ilə reaksiyasından hidrogen ayrılır? Uşaqlar, alüminiumdur, berilyumdur, sinkdir, silisiumdur. Bunlar qələvi məhlul. Hidrogen ayırır. Bax, yenildirəm. Alüminiumdur, berilyumdur, sinkdir və silisiumdur. Bunlar qələvilərlə hidrogen ayırır. Doğru cavab nə olacaq burada? D variantı. 44. Hansı maddənin qələvi məhlul ilə reaksiyasından hidrogen ayrılmır deyir. Bax, indi dedim, bax, berilyumdur, sinkdir, silisiumdur, alüminium. Bunlar neyindir? Hidrogeni ayırır qələvilərdən. Bax, burada berilyum verib, sink verib, silisium verib, alüminium verib. Bunlar ayırır. Yerdə nə qalır?
deməli xlor. Bunun da reaksiyasını bayaq yazdım. 45 kalsium plus su reaksiyasını verib burada nə alınır? Alınır kalsium hidroksid plus hidrogen. Yuxarı yazacaqdım. Buraya düşdü bir dəqiqə. Kalsium OH2 plus hidrogen. Burada nə alınır? Sink SO4 plus hidrogen duru nitrat verib. Deməli, deyir ki, reaksiya üçün nə ümumidir? Baxaq. Deməli, deyir ki, birləşmə reaksiyasıdır, səhvdir. Birləşmə baxıblar. Əvəz etmə reaksiyasıdır. Bir getdi. Bir olan cavablar getdi. Əvəz etmə reaksiyasıdır. Bəli, 2 olmayan cavablar da getdi. Əvəz etmə reaksiyasıdır. Laboratoriyada hidrogeni almaq üçün istifadə olunur. Bəli, doğru cavab olur. D variantı. 46-cı sual. Burada nə alınır uşaqlar? Sink xlorid plus hidrogen. Burada nə alınır? Kalsium hidroksid plus hidrogen. İndi baxaq, əvəz etmə reaksiyasıdır. Bəli, bir bəsit, bir mürəkkəb əvəz etmə reaksiyasıdır. Biri götürə bilərəm. Bir olmayan cavablar getdi. Başqa. Deməli, laboratoriyada, birləşmə reaksiyası verib, bu səhvdir. 3. Laboratoriyada hidrogen almaq üçün istifadə olunur. Bəli, uşaqlar. Doğru cavablar B variantı. 47-ci sual. Doğru münasibəti müəyyən edin. Yaxşı, protium verib. Protium gəlin yazacaq 1-1. Deuterium verib 2-1. Hidrogen verib 3-1. 3-1. İndi bizə nə deyir? Deyir, kütlələri bərabərdir. Yaxşı, kütləsi bərabərdir. Nəyə soruşur? Protonların sayın. Kütləsi baxın uşaqlar. Protiumda 1-dir kütlə, deuteriumda 2, tritiumda 3-dür. Bunları neçəyə çatdıraq? Çatdıraq neçəyə? 3-ə çatdıraq. Onda bunu vuraq 3-ə. Bunu 3-ə vursaq, bax protiumu 3-ə vursam necə olacaq? Olacaq H3, 3. Vurdum 3-ə. İndi bunu da neçəyə vurum? Bunu da 1,5-ə vurum ki, 3 olsun. Bu necə olacaq? H3, bax bunu 1,5-ə vururam. Bu olur 1,5. Bu necə olacaq? Elə bu da olduğu kimi qalacaq. İndi məndən nə soruşur? Protonları müqayisə elə. İndi ən böyük proton burada hansında oldu? M1-də, düzdür? Bura M1-dir. M1, N2, N3. Ondan sonra ən böyük kimdə oldu? N2-də. Ondan sonra N3-də. İndi M1 böyükdür N2-dən, o da böyükdür N3-dən. Haradadır? D variantında. 48-ci suala baxaq. 48-də nədir? Hansı sxem doğrudur? Bax, reaksiyanı verib, sonunda görürsən hamısında hidrogen verib. Görək hansında? A variantı, bəli. Qələvi torpaq metalları hidrogenlə nə inirdi? Daha doğrusu su ilə hidrogen ayırırdı. Deməli, 3-ü götürə bilərəm. 3 olmayan cavablar getdi. Deməli, 1-dən başlayaq. A, 1-də duru nitrat verib, sink verib. Nitrat olan cavabları çıxmalısın. Çünki dedik ki, nitratın qatısı durusu hidrogen vermir. Yəni, 1 olan cavablar getdi. Yerdə nə qaldı? A və D arasında 3-ə baxın. 3-də indi dedim ki, belə qələvi torpaq metalları su ilə hidrogen ayırır. Bu tamamilə razıyam. Deməli, baxaq 4-ə. 4-də uşaqları xeyr, ayırmır. Pasiv metaldır, mis, ayırmaz. 6-ya, 5-ə baxaq. 5-də də ayırmır. Amma 6-ya baxın uşaqlar, duru sulfat verib. Duru sulfat dedik ki, qatısı yox, amma durusu metallardan nə verir? Hidrogen verir. Burada hidrogen ayıracaq. Doğru cavab nə qalır? 2, 3, 6. Keçək 49-cu suala. Deyir ki, natrium hidridin su ilə qarşı təsirindən alınan hidrogen xlorla qarşı təsirindən 22,4 litr hidrogen xlordan alınıb. Neçə qram natrium hidrid reaksiya daxil olub? Gəlin birinci natrium hidridin su ilə reaksiyasını yazaq. Görək burada nə qədər hidrogen ayrılıb. Burada alınır natrium hidroksid plus hidrogen. İlə uşaqlar, burada mola-mola reaksiya daxil olur. Baxaq. Alınan hidrogen xlorla. Yəni, bu alınan hidrogeni bir dənə də xlordan reaksiya aparaq. Hidrogen plus xlor 2 alınır. 2 mol H xlor. Deyir ki, 22,4 litr hidrogen xlor. Yəni, 1 mol hidrogen, 1 mol yazaq. 1 mol hidrogen xlor da ayrılıb. Neçə qram? Baxaq uşaqlar. Görürəm ki, normalda 44,8 litr hidrogen xlor da ayrılır. Düzdür? Neçə mol hidrogendən? 1 mol hidrogendən. Bizə deyir ki, 22,4 litr ayrılıb. Baxın, görək 22,4 litr hidrogen xlor deməli gəlməsi üçün nə qədər hidrogen sərf olunmalıdır? Bu eləyəcək 10-da 5.
Hidrogen tapdın 10-5, düzdür? 10-5. Uşaqlar, bu 10-5 mol, 10-5 mol. Neçə qramdan ayrılırlar? 12 qramdan da. Gəlin belə hesab edək. Görürəm ki, 24 qram, 24 qram. Natrium hidrit reaksiya daxil olanda nə qədər hidrogen ayrılır? 1 mol, düzdür? Bizə 10-5 tapdıq axı. Görək 10-5 nə qədər eləyər? Eləyər 12. Yəni belə görmək olur. Bax, bura 1 moldur, bura 24 qram, düzdür? Burada 10-5 tapmısansa, burada 12 olar da təbii ki, 2 dəfə azı. Doğru cavablar Y variantı. Baxaq indi 50-ci suala. 2,3 qram natriumun 90 qram su ilə reaksiyası. Yazacaq birinci natrium plus su. Alınır natrium OH plus hidrogen. İndi əmsallara bir dənə göz yetirək. Bir dənə natriuma 2 düşsə, bura 2 düşər, bayaq yazdıq. Bir dənə də bura 2 düşər suya. Vəsiyo. İndi nə deyir bizə? 2,3 qram. Uşaqlar, gəlin bunu belə yazaq. Deməli, hidrogen neçə qram? Gəlin ilə hidrogen, ayrılmış hidrogeni mis oksigen aparaq. Nə alınır burada? Mis plus su. Reduksiya elədik. Nə deyir? 2,3 qram, bu da 90 qram, düzdür? Gəlin bunu mola çevirək. Natrium öz kütləsi 23, düzdür? 2,3 qram edir 10-1 mol. Yazıram 10-1 mol. 90 qram su neçə moldur? 18-ə bölsəm 5 mol. Vəsiyo. Öz mollarına baxaq uşaqlar. Öz molları 2 mol, 2 mol, düzdür? İndi uşaqlar, gəlin molları bərabərləşdirək. Hər ikisini neçəyə vuraq? Hər ikisini vuraq, 20-yə vuraq. Bax, bunu 20-yə vursam nə eləyəcək? 2, bunu vursam 20-yə 100. Bura eləyir 100, bura eləyir 20. Daha doğrusu 2. İndi uşaqlar, natrium burada görürəm 2 tam sərfi olundu, düzdür? Burada tam sərfi olunana görə nə eləyəcəm? Reaksiyanı, daha doğrusu tənasib quracam. Yazarım ki, bax, 46 qram, 2 mol natrium, 46 qram natrium reaksiya daxil olanda belə deyək, neçə qram hidrogen ayrılır? 1 mol, düzdür? Bizə verib 2,3. Gəlin görək 2,3 nə qədər? Bax, bura 20 dəfə azalıb, sonra burada 20 dəfə azalsa, eləyər %5. %5 mol hidrogen. Ondan sonra nəyə diqqət yetirirəm? Görürəm ki, uşaqlar, 80 qram mis oksid reaksiyası daxil olanda 1 mol hidrogen sərf olunur. Biz tapdıq %5 var axı hidrogen əlimizdə. Görək hidrogen nə qədər olar %5-ə? Deməli, bura 20 dəfə azalıb, sonra burada 20 dəfə azalar, bu eləyər 80 bölsün 24. Deməli, doğru cavab nə qalacaq? Y variantı. Keçid edək neçənci suala? 51-ci suala. Kalsium plus duru sulfat turşusu, buradan nə alınır? Hidrogen. İndi baxaq şərtlərə. Deməli, X qazı üçün hansı ifadə doğrudur? X-i bildik hidrogendir. Suda yaxşı həll olur. Elə bu səhv uşaqlar, suda pis həll olan qazdır. Ən yüngül qazdır, bəli. Guruldayıcı qazın tərkibində daxildir, bəli. 2 atom bəsli maddədir, bəli. Qələvi metallarla hidrid əmələ gətirir, bəli. 52. Hansı reaksiyadan hidrogen alınmır? Deməli, verib qıcqırma birincisi. Uşaqlar, qıcqırma reaksiyasından alınır üzvü turşu plus karbon qazı plus hidrogen. Yəni, burada əsas odur, hidrogen ayrıldı. Deməli, A variantını çıxaram, ayrılır. B variantında, deməli, bu sintez qazının reaksiyasıdır uşaqlar. Buradan alınır CO plus hidrogen. Burada da ayrıldı. Buradan alınır uşaqlar. Etilen glikolun metallarla reaksiyasına bəli ayrır. Bura keçəcək kalium, yerdə çıxacaq hidrogen. D variantında da ayrılır. Y variantında amma uşaqlar nə ayrılır? Heç nə. Yəni burada bir dənə natrium hidroksid ayrılır uşaqlar. Düzdür? Yəni burada hidrogen ayrılmır. Doğru cavablar Y variantı. 53. Hansı reaksiyadan hidrogen alınır? Baxaq. Deməli, qatını çıxarsan, nitratı çıxarsan. Ondan sonra nəyə baxarsan? Sən bilirsən ki, deməli, pasiv metallar turşularla hidrogeni ayıra bilməz. Deməli, bu da getdi. A variantında hidrogen xlorid mis. Mis hidrogeninə, hidrogen xloriddən hidrogeni çıxarda bilməz. Doğru cavab nə qalır? C variantı. Burada alınır dəmir 2 xlorid plus hidrogen. 54. Natrium hidrit plus su. Biz bilirik ki, burada natrium hidroksid və hidrogen qazı ayrılır. İndi deyir ki, X qazı üçün
Nə doğrudur? Oksigendən ağır qazı xeyr. Oksigendən 16 dəfə yüngül qazı. Aktiv metallarla reaksiya daxil olur. Bəli, məsələn natriumla bayaq yazdım. Necə yazdım? Natrium plus hidrogen. Burada nə alınırdı? Natrium hidrid. Bəli, reaksiya daxil olur. Elə doğru cavab B variantı. Məsələn üçün C-yə baxın, deyir adi şəraitdə mayedir, səhvdir, qaz halındadır. Alüminiumla reaksiya daxil olur. Xeyr, bayaq dedik ki, alüminiumdur, silisyumdur, fosfordur. Bunlardan bir də berilyumdur. Bunlardan reaksiya daxil olunmur, hidrogen. Dolayı yoldan alınır hidrogenli birləşmələri. Y variantı metallarla uçsuz birləşmə əmələ gətirməz. Qeyri-üzvi, daha doğrusu qeyri-metallarla əmələ gətirə bilər. 55. Hansı maddənin 1 molunun su ilə qarşılıqlı təsirindən daha çox hidrogen ayrılır? Gəlin birinci uşaqlar natrium hidridi yazaq. Plus su. Burada nə alınacaq uşaqlar? Alınacaq natrium OH plus hidrogen. Bir dənə yazaq kalsium hidridi. Burada alınacaq kalsium OH2 plus hidrogen. Dəmsallara baxsaq, bir dənə bura 2 düşməlidir, bir dənə də bura 2 düşər. Vəsə. Yerdə qalır bax C-dir, D-dir, Y-dir. Bax, bayaq dedim ki, metallar valentliyin yarısı qədər hidrogen ayırır. İndi baxın uşaqlar, bu 2 valentlidir kalsium, onda 1 mol ayırar. Natrium 1 valentlidir, onda 5 ayırar. Baryum 2 valentlidir, bu da 1 mol ayırar. Ondan sonra gördüm ki, burada 1 mol natrium hidriddən ayrıldı, 2 mol da nəydən ayrıldı? Kalsium hidriddən. Deməli, doğru cavab nə olacaq? B variantı. İndi keçək 56-cı suala. 56-cı sualda deyir ki, natrium OH ilə qarşı təsirindən daha çox hidrogen ayrılır. Bax uşaqlar, bayaq dedim ki, valentliyi çox olan hidrogeni ayırmaq belə qabiliyyəti çox olur. İndi burada ən böyük valentli hansıdır? Silisyumda 4 valentli, düzdür? Deməli, doğru cavab nə olacaq? Y variantı. Bax, maqneziumdur 2 valentli, berilyum, alüminiumdur 3 valentlidir, sinkdir 2 valentli, beriumdur 2 valentli. Bunlar nədir? Öz valentlinin yarısı qədər ayırır da. Məsələn üçün, bu ayrılar 1 mol, burada ayrılar 3 valentli deyə 1,5, burada ayrılar 1, burada ayrılar 1, amma burada ayrılar 2. 57. Oksigen üçün hansı ifadə doğrudur? Bu sual niyə burada gəzir? Baxaq, birləşmələrində yalnız mənfi oksigenlərini sizə göstərir. Xeyr uşaqlar, oksigen məsələn üçün müsbət göstərən də var. O flor 2-də müsbət 2 göstərir. Deməli, bu səhv ifadədir. Bir olan cavablar getdi. İndi keçək 2-yə suyu sıxışdırıb çıxarmaqla sınaq şüşəsinə yığmaq olar. Bəli, nəzərdir. 3. Təbiətdə həm sərbəst, həm birləşmələr şəklində mövcuddur. Bəli uşaqlar. Doğrudur bu da. D variantı. 58. Hər birində N mol götürülmüş natrium, kalsium, alüminium artıq miqdarda xlor turşular reaksiyasında cəmi neçə mol hidrogen ayrılır? Uşaqlar, gəlin N-i biz 1 götürək. Düzdür? Hər biri N mol, yəni hər biri 1 mol götürdüm. Bayaq nə dedim? Dedim ki, natrium 1 valentlidir. Valentliyin yarısı qədər oksigen, daha doğrusu hidrogen ayrılacaq. Bu eləcək onda 5. Kalsium uşaqlar 2 valentlidir. Bu nə qədər ayıracaq? 1 mol, yarısı qədər. Alüminium da 3 valentlidir. Bu nə qədər ayıracaq? 1,5. Bunların cəmi nə qədər eləyir? Eləyir 3. İndi burada M mol deyirsə, olacaq 3. A variantı. Yenə baxsan 59-a. Bax, kalium 1 valentlidir, onda 5 ayıracaq. Maqnezium 2 valentlidir, 1 ayıracaq. Alüminium da 3 valentlidir, 1,5. Bunların cəmi neçə eləyir? 3. M mol deyirsə, olacaq 3. C variantı. 60-cı sual. Deməli, natrium hidroksidləri reaksiyasından alınan hidrogenin mol miqdarlarını verib. Baxın uşaqlar, deməli burada 1,5 mol hidrogen ayırıbsa, deməli bu 3 valentli metaldır. Valentli olaraq. Biz onun valentliyini soruşur. Əgər burada 2 mol ayırıbsa, deməli bu məsələn silisyumdur. Bayaq yazdım. 4 valentlidir. 1 mol ayırıbsa, bu da 2 valentli. 3, 4, 2 hardadır? D variantında. 61-ci suala baxaq. Hansı reaksiyanın həm hidrogen, həm də əsas alınır? Burada uşaqlar karbonla su buxarının reaksiyası nə idi? 1000 dərəcədə gedirdi. Közərmiş kömürlə. Burada alınır su qazı. CO plus hidrogen. Burada əsas alınmadı, hidrogen alındı. Deməli, bunu götürə bilmərəm. Bizə lazımdır hər ikisi olsun. Deməli, bir olanlar getdi. 2-yə baxaq. Natrium xlor
elektrozini verib. Suda məhlulu. Buradan alınır katodda hidrogen, anodda xlor, məhlulda əsas alınırdı natrium hidroksid. Bəli, həm hidrogen, həm qələvi ayrıldı. Yəni əsas ayrıldı. Deməli 2-ni götürə bilərəm. Gəlin 3-ü də baxaq. 3-də yazaq. Su plus natrium 2SO4. Katodda hidrogen ayırır elektroliz nəticəsində. Anodda oksigen, məhlulda isə duzun özü qalır. Natrium 2SO4. Hidrogen ayrıldı, amma onunla yanaşı duz da oldu. Yəni əsas olmadı. Deməli bu da deyilmiş. Yalnız 2A variantı. İndi uşaqlara baxaq 62-ci suala. Deməli metallar verib daxil edilən qablarda reaksiyadan sonra alınmış məhlulun kütlələrini müqayisə edin. Su artıq miqdarı götürülüb və kütlələr də metalların kütləsi hamısı görürəm ki, m qram və m qram. Yəni bu nə deməkdir? Bərabər kütləli verib uşaqlar. Deməli gəlin birinci nəzəri hissəyə keçid edək. Biz bilməliyik ki, bax kalsium verib, düzdür? Kalsium 2 valentli metaldır və 2 valentli metal olduğu üçün 1 mol hidrogen qazı ayıracaq. Yəni valentlinin yarısı qədər. Ondan sonra keçirəm litiuma. Litiumda uşaqlar 1 valentli metaldır. Onda bu nə qədər ayırar? Onda 5 mol hidrogen. Daha sonra keçək natriuma. Natriumda 1 valentli metaldır. Onda bu da onda 5 mol hidrogen ayıracaq. Məncə buna kimi hər kəsə aydındır. Ondan sonra uşaqlar keçid edək nəyə? Kalsiumun öz kütləsi neçə qramdır? 40 qram. Düzdürmü? Bəs litium nə qədərdir? 7 qram. Natrium isə 23 qramdır. Bizə axı deyir bərabər mol, bərabər miqdarda, yəni kütlədə. Onda uşaqlar bunu ortaq bir kütləyə gətirsəz, yəni 80 gətirək də. Məsələn 40-ı vuraram mən neçəyə? 2-yə. Onda necə olacaq bu? 80 qram eləyəcək. Onda mol neçə olacaq? Olacaq 2 dəfə artacaqdır. 2 mol hidrogen. Bura kimi aydındır. Bunu da 7-ni də 80 gətirmək üçün təqribən deyirəm 11-ə vurum. Təqribən vurdum 11-ə. Bu yer neçə? Təqribən deyirəm 80 eləyir də. Bu da təbii ki 10-da 5 vurursun. 11 eləyir 5,5 mol hidrogen. Ondan sonra keçirəm deməli natriuma. Natriumda təqribən çatdırsam uşaqlar. Bunu da vuraram 3,6 yazadı. Belə bir şey. Bu deyir 80. Onda bunu da vuraram 10-da 5-i 3,5-ə. Bu deyir ya da 3,6-ya. Bu deyir neçə? 1,8 mol hidrogen. Tapdım. Uşaqlar məhlulun kütlələrini müqayisə edin deyirsə, onda burada düşünək ki, məntiqdən deməli hansında hidrogen qazı daha çox ayrılırsa, onda həmin məhlulun kütləsi ən az olacaq, düzdür? Onda burada görəm ən çox hansı ayrılıb? Litium ayrılıb da 5,5 mol. Deməli ən kiçik nə olacaq? Litium. Yəni 2 ən axıra düşəcək kütlə olaraq. Ondan sonra ən çox kim ayrılıb? Kalsium görürəm 2 mol. Düzdür? Onda ikinci kalsium olacaq. Ən azsa hidrogen deməli natrium ayırıb da. Onda burada da olacaq. Natrium da 1-dədir, yoxsa 3-də. Gözü səhv yazdım. Deməli, ən çox dedik natriumda. Yəni ən böyük olur natrium, 3 olur ən axırda. Onun sonra dedim, ondan sonra kiçik kalsiumdur. Yəni kalsium 1-dədir, ən axırda da 2. Belə bir variant, B variantı. İndi keçək 63-cü suala. Yenə metallar daxil edilən həmin sualdır, eyni sualdır. Bir dənə metalı birini dəyişib. Baxın uşaqlar, yəni burada elə bir ya da yazaq. Deməli kalsium dedik ki 2 valentli metaldır. Yarısı qədər, valentin yarısı qədər hidrogen ayrılır. Yəni 1 mol burada hidrogen ayıracaq. Ondan sonra keçirəm litiuma. Litiumda 1 valentli metaldır. Onda bu da 10,5 mol ayıracaq. Bəs natrium neçə valentlidir? O da 1 valentlidir. O da 10,5 mol hidrogen ayıracaq. Bura kimi hər ikisi məlumdur. Və keçirik kütlələrinə. Çünki bizə bərabər kütlə deyib. Bərabər kütlə deyibsə, bunun kütləsi öz kütləsi 40 qramdır. Bu 7 qramdır. Bu neçə qramdır? 23 qram. Deməli, bərabər kütlə deyirsə, mən onda çatdırım da bunu, yəni ortaq bir kütləyə çatdırım, 80-ə çatdırıram. Bunu 80-ə çatdırmaq üçün vururam kalsium 2-yə. Olacaq bura 80 qram, düzdür? Onda bu mol 2 dəfə artır. Olur 2 mol hidrogen. Ondan sonra mən litiumu 80 qrama çatdırmaq üçün neçəyə vurmalıyam? Təqribən dedim 11-ə, düzdür? 11-ə vurdum, belədir 80 qram. Onda bu da olacaq. 10,5 vursun 11, 5,5 mol hidrogen. Burada indi natrium verib.
Mən natrium yazmışam, daha doğrusu kalium verib. Kalium yazaq. Kalium onsuz 1 valentli metaldır yenə. 39-dur. Deməli uşaqlar, təqribən bunu da neçəyə vurmalıyam? Bunu da təqribən vurmalıyam. 2,5-ə zada vurum ki, 80 olsun. Bu da eləyəcək 2,5 vurulsun 10-5, bu elə 1,25 mol. Bayaq dedim ki, hansı daha çox mol ayırırsa, onda məhlulun kütləsi ən az onda olacaq. Ən çox hansı ayırıb? Hidrogen, litium ayırıb da. Deməli, ən kiçik 2-dir. Ondan sonra ən çox kim ayırıb? Ondan, yəni bundan çox, litiumdan çox kalsium ayırıb. Deməli, ondan sonra olacaq kalsium 1. Ən az da nə ayırıb? Kalium. 1,125 mol. Всё. Doğru cavab 3, 1, 2. Hardadır? 3, 1, 2. Y variantında. 64-ə baxaq. Sərf olunan natriumu verib, mollarını verib, alınan hidrogenin həcmini soruşur. Yaxşı, gəlin yazaq. Deməli, natrium plus H-xlor. Buradan alınır natrium, xlor plus hidrogen. Bir dənə bura 2 düşsə, bir dənə bura 2, bir dənə bura 2. Baxaq. Bəli. İndi isə keçək natriumla suyun reaksiyası. Natrium plus H2O. Buradan alınacaq nə? Natrium hidroksid plus hidrogen. Onda bura 2 bayaq yazdıq. Suya da 2 düşmüşdü. Bir də bura 2 düşəcək su. Başqa nə qaldı burada? Bir də orta fosfat qalıb. Natrium plus H3 PO4. Burada nə alınacaq? Alınacaq natrium orta fosfat plus hidrogen. Gəlin indi əmsallaşdıraq. Bura bir dənə 2 atsam, bura bir dənə 3 düşər, 6 düşər. Onda orta fosfata neçə düşər? Orta fosfata 2 düşər. Onda hidrogen düşər nə qədər? 3 mol. İndi nə edir bizdən? Nəyi soruşur? Həcmlərini soruşur. Ha, bildim. Baxın uşaqlar, bizə deyir ki 1 mol, düzdür? 1 mol. Görən biri 2 moldur, biri 2 mol, biri 6 mol. Gəlin bunları 1 mola endirək. Deməli 2 mol ayrılanda, bax burada 22,4 litr hidrogen burada ayırıb, düzdür? 1 mol da nə qədər ayırar? 11,2. Yarısı oldu da. Bu 2-yə 22,4 isə bəs 1 mol deyirək burada natrium. 1 mol nə qədər olar? 11,2. Deməli, bunu tapdı 11,2. Gəlin ikincisini hesablayaq. Yenə 2 mol natrium reaksiya daxil olanda, bax ikinci reaksiyadan söhbət gedir, su reaksiyadan. 22,4 litr nə ayrılır? Hidrogen qazı. 1-ə nə qədər ayırar? 1 mol verir bax buna görə. Bu eləyir 11,2. Bunu da tapdıq 11,2. Gəlin üçüncüsünü hesablayaq. Görürəm ki, uşaqlar 6 mol natrium reaksiyası daxil olanda 3 mol, yəni 67,2 litr hidrogen ayırır. Bəs 1 mol nə qədər olar? Deməli 67,2 bölünsün 6, bu da eləyər 11,2. Deməli bu da 11,2 ayırdı. Baxaq indi variantlara. Deməli ABC arasında hansı münasib doğrudur? Görsən ilə doğru cavab A'dır. Hamısı bir-birinə bərabər. Çünki hamısını nə tapdıq? 11,2. Keçək 65-ə. Bu da eyni tipli sualdır. Sadəcə bir dənə metal dəyişib kalium qoyub, bir dənə də xlorit yerinə brom qoyub. Yəni eyni sualdır uşaqlar. Eyni sualdır. Burada necə olacaq? Yenə 11,2 hamısında bir-birinə bərabər olacaq. Y variantı. Yəni burada bir dənə kalium verib, burada natrium idi. Burada bir dənə xloridin yerinə brom verib. Eyni tipli reaksiyadır. Keçək indi 66-ya. Deməli, birinci reaksiyanı yazaq. Azot verib, hidrogen verib. Kim olan amonyak? Deməli, bizə deyir ki, kütlələr bərabərdir. Başlanğıcda ümumilikdə 15 NA sayda molekulu var. Yəni 15 mol maddə var. Deməli, uşaqlar, kütlələr bərabərdir. Hidrogen kütləsi neçədir? 2 qram. Azot nə qədərdir? 28. Deməli, uşaqlar, bərabərləşdirmək üçün mən bura 14 mol yazsam, mənim şərtim ödənirdi. Bax, kütlə olur 28 qram. Onda bura deyirəm 1 mol olardı. Bu da olar 28 qram. Və 15 Na molekul sayda ödənir. Bax, 14 mol, bu da 1 mol. Ödədi şərtimi. Deməli, 28 qram, bu da 28 qram düzdür. Bərabər kütləni tapdıq. A-nı tapdıq.
Bizdən x-dən y soruşur. Deyir, reaksiya alının amoniyakın kütləsini tapın. Bir də deyir, artıq qalan maddəni göstərin. Uşaqlar, öz reaksiyaya görə nə qədər girir? Bax, reaksiya normalda 28 qram, bu da 6 qram hidrogen, düzdür? Bu tip yerdə. Artıq qalan maddə burada artıq məlumdur. Bax, 28, bunlar tam sərf olunur, gedir. Amma burada 28, 6 qram. Deməli, burada 28-dən çıx 6-sın. 22 qram nə qalır? Hidrogen artıq qalır. Yəni, sən hidrogeni artıq qalan, yəni Y tapdın 22. Ondan sonra deyir, alınan reaksiyada amonyakın kütləsini tap. Görürəm ki, 28 qram amonyaka, azota 34 qram, yəni 2 mol amonyak əmələ gəlir. Bəs 28 nə qədər əmələ gəlir? Всё. Bu da deyir 34. Deməli, əmələ gələn amonyakı tapdım 34. 34, 22 C variantında. Keçək indi 67-yə. Uyğunluğu müəyyən edin. Deməli, burada görürəm ki, 2 qram hidrogen ayırıb. 2 qram hidrogen 1 mol demək deyil. Düzdür? 1 mol hidrogen ayırıbsa, deməli, bu 2 valentli metalmış da. Deməli, X-a nə gələcək? 2 valentli metal. Məsələn üçün, baxaq. 1-ə, məsələn, sink verib. Sink 2 valentli metaldır. Deməli, 1-ə gedər D variantı. 2-yə baxaq, uşaqlar. 4 qram hidrogen verib. 4 qram hidrogen ayırıb da, düzdür? 4 qram hidrogen 2 mol demək deyil. Onda bu 4 valentli metaldan ayrılıb. Aydın oldu. 4 valentli elementin ayırıb daha doğrusu. Deməli, 4 valentli məsələn burada silisium verib. Məsələn, Y-ə gedər, Y variantı. Burada belə deyək, 3 qram ayırıbsa, 3 qram hidrogen ayırıbsa, 3 qram 1,5 mol hidrogen deməkdir. 1,5 mol hidrogen hansı metalın ayrılar? 3 valentli metallardan, düzdür? Deməli, bu da 3 valentli metal olub. Yəni, alüminium olub. 1D, 2Y, 3C hardadır? D variantında. Keçək indi 68-ci suala. Bu da eyni sualdır, uşaqlar. Deməli, 3 qram ayırıbsa, deməli, bu nəymiş? 1,5 mol. Yazıram, 1,5 mol. Onda bu 3 valentli metal olub da. 3 valentli metal, məsələn, alüminium. 1-ə gedər C variantı. Burada 2 qram hidrogen ayırıb. Bu nə deməkdir? 1 mol. 1 molsa, deməli, bu metal valentlinin yarısı qədər ayıraq. Deməli, bu 2 valentli imiş. 2 valentli metal, məsələn üçün, D var burada. Sink verib. Burada 4 qram ayrılıb. 4 qram 2 mol deməkdir. 2 molda, deməli, bu 4 valentli olub ki, yarısı qədər hidrogen ayırıb. Yəni, burada gedər Y variantı. C, D, Y. Doğru cavab Y variantı. 69. Deməli, müsbət 1, 0, mənfi 1 hansı element ola bilər? Hidrogen olar da. Maksimum müsbət 1, minimum 0 aralıqda, minimum daha doğrusu mənfi 1 aralıqda 0 göstərir. Deməli, 70-ə baxaq. Wolfram 6 oksid, mis 2 oksid verib. Mol miqdarlarını bərabər verib. Reaksiyada sərf olunan hidrogenin maksimal miqdarını, yəni mol soruşur. Gəlin birinci reaksiya yazaq. Wolfram 3 plus hidrogen. Burada nə alınır? Alınır Wolfram plus H2O. Deməli, uşaqlar, indi əmsallara baxsaq. Bura bir dənə 2 atım. Burada 6 dənə hidrogen. Onda bura 6 düşər. Bura onda 2 düşər. Burada onda neçə düşər? 12, burada düşər 6 düşər. Fisyo. Əmsallaşdırdım. Ya da elə bunları belə yazaq da. Hamısını 2-yə bölək. Yazaq 1, 3, 2-yə bölürəm də. 1, 3, fisyo. Keçək indi mis oksidən. Mis oksid plus hidrogen alınır nə? Mis. Deməli, nə alınırdı burada? Su. Başım qarışdı. Deməli, burada elə molamol gedir. Baxıram uşaqlar. Görürəm ki, burada Wolfram 3 mol hidrogen sərf olundu. Yəni, X-i tapdım 3. Y-i necə tapdım? 1. Fisyo. İndi deyir, hansı münasibətlər doğrudur? Baxaq. Deyir ki, X böyükdür Y-dən. Bəli, X 3-dür, Y-də 1-dir. Doğrudur. 1 olmayan cavablar getdi. 2-də deyir ki, Y böyükdür X-dən, səhvdir, X böyükdür axı. Deməli, 2 olan cavab da getdi. Onsuz yoxdur. 3-də deyir ki, X 3Y-ə bərabərdir. Bəli də, X 3-də axı, Y-də 1-dir. Yəni, X bərabərdir 3Y, yəni 3 bərabərdir
1 vurulsun 3-dür ya. Всё. Y variantı. Baxaq indi 71-ə. Deməli, burada nə baş verir uşaqlar? Baxaq. Birinci reaksiyanı yazaq. Deməli, sink plus duru, sulfat durusu. Burada alınacaq nə? Sink SO4 plus hidrogen. Mollara nəzər yetirək, ilə bərabər moldur. Deməli, uşaqlar, baxaq. Bizə verib 6,5 qram kütlə verib qrafik əsasən. Yazaram ki, 65 qram sink reaksiya daxil olanda nə qədər hidrogen ayrılır? 22,4 litr hidrogen, düzdür? Bizə verib 6,5 qram. Görək buna nə qədər ayırar? 2,24. Deməli, 1 doğrudur. 2-yə baxaq. Onda 2 mol sink SO4 deməli gəlir. Baxaq uşaqlar. 65 qram sink reaksiyası daxil olanda 1 mol əmələ gəlir. Bəs 6,5-ə onda 1. Onda 1. Deməli, bu səhvdir. Baxaq, 3-ə deyir, əvz etmə reaksiyası. Bəli, bəsit maddə ilə mürəkkəb maddə arasında gedən reaksiya əvz etmə reaksiyasıdır. Doğru cavab 1 və 3 harda? B variantında. Keçək indi 72-ci suala. Deməli, 13 qram verib, prost burada H-xlordan verib. Əslində fərqi yoxdur, yazaq prostu. Bir dəqiqə. H-xlor plus H-xlor sink xlor 2. Bura 2 düşəcək. İndi nə deyir bizə? Yazıram ki, 65 qram sink reaksiyası daxil olanda 22,4 litr hidrogen ayırır. Görürəm burada. 13 qram nə qədər ayırır? 5 dəfə azalsa bu tərəf. Burada 5 dəfə azalar. Eləyər 4,48. Deməli, birincisi düzdür. Keçək indi 2-yə. 12 mol sink xlor deməli gəlir. Baxaq, 65 qram deməli, sink reaksiyası daxil olanda 1 mol sink xlor deməli gəlir. Bəs 13 qram reaksiya daxil olsa nə qədər deməli gəlir? 5 dəfə azalıb bura. Bura eləyər 10-2. Deməli, bu da düzdür. Üçüncüsünə də dəyişmə reaksiyası. Xeyr, əvz etmə reaksiyası. Bəsit, bu da mürəkkəb. 3 olan cavablar getdi. 1-2. C variantı. 73. Deməli nə verib? X verib, Y verib. Axırda görəm burada hidrogen ayırıb. Hansı maddələr ola bilər X-dən Y? Baxın uşaqlar. A variantını çıxaram. Nə üçün çıxaram? Əgər burada hidrogen ayırıbsa, mis H-xlordan hidrogen ayıra bilməz. Bu getdi. B variantı qalsın. Elə doğru cavab B-dir. C variantı uşaqlar. Ümumiyyətlə qatı verib. Qatı sulfat durusu neyinir? Hidrogen vermir. Bir də burada nitrat verib. Qatı nitrat. Nə nitratın qatısı, nə də durusu hidrogen ayırmır. Всё. Ona görə bunlar da getdi. D variantı, B variantı, C variantı getdi. Doğru cavab qaldı. B variantı. 74. Reaksiyasının hər birində 1 mol hidrogen ayırır. Deməli, birinci bunu tamamlayaq. Natrium hidritdən suyun reaksiyasından alır. Natrium hidroksid plus hidrogen. Natrium OH plus hidrogen. Bir reaksiya gelir. Kalsiumdan əmələ gəlirdi. Bura yazaq. Kalsium OH 2 plus hidrogen. Burada da elə suya bir dənə 2 düşürdü. Başqa heç nəyi düşmürdü. Natriumdan da baxaq uşaqlar. Natriumdan da natrium hidroksid plus hidrogen ayırırdıq. Deməli, burada alır natrium OH plus hidrogen. Amma burada bir dənə suya 2 düşsə, burada bir dənə 2 düşər. Onda burada 2 düşər. Deməli, qələvin sayını soruşur da, düzdür. Deyir ki, 1 mol hidrogen ayırır. Onsuz görürəm ki, burada da 1 mol, burada da 1 mol, burada da 1 mol ayırır. Və əmələ gələn qələvinin mol sayını. Qələvi burada 2 mol buradadır, 1 mol burada, 1 mol burada. Nə qədər elədi? 4 mol. B variantı. Keçək 75-ə. Orta molyar kütləsi 17 olan hidrogenlə oksigen qarışığının 20 litrinə hansı qazdan neçə litr əlavə etmək lazımdır? Gurullacı qaz alınsın. Gəlin birinci gurullacı qazın formulunu yazaq. 2:1 nisbətində oksigenlə hidrogen reaksiyasından alınır. Gəlin uşaq orta molyar kütləsini verib. Qaz qarışığı hidrogen və oksigendir. Bunların kütləsi litri nə qədər verib? 20 verib, düzdür? İndi uşaqlar, əgər oksigeni mən X götürsəm ya da A götürsəm, bu neçə olacaq hidrogen? 20 minus A.
Orta molar kütləsi nəyə bərabərdir? M orta bərabərdir nəyə? M1 plus M2 bölünsün molların cəmi. Necə olacaq? Olacaq, belə yazaq da. Deməli, 32 vurulsun A plus 2 qram, yəni hidrogen kütləsi vurulsun. Deməli, 20 minus A bölünsün neçə? Cəminə 20-yə bərabərdir nəyə? Yazıq. Bura 17-yə M orta. Burada nə eləyəcək? Deməli, 340 bərabərdir. Deməli, burada eləyəcək 32A plus 40 plus 2A. Burada eləyəcək nə? Bura 40-dır, 2A. Eləyəcək 30 çıxılsın 2A-dır. Bu da eləyəcək 30A bərabərdir 300. A eləyəcək 10. Deməli, biz A-nı tapdıq 10. Onda burada 10 oldu. Düzdür, 10 litr, 10 litr. Deyir ki, hansından əlavə edim ki, guruldayıcı qaz hansı? Guruldayıcı qaz görəm ki, uşaqlar 2-nin 1 nisbətində, düzdür? Bu 10-dursa, bu da 10-dursa. Deməli, bunun üstünə 10 litrdə hidrogen əlavə etməliyəm ki, bu olsun 20-nin 10-a da, yəni 2-nin 1 olsun, düzdür? Deməli, 10 litr hidrogen əlavə olmalıdır. C variantı. Keçək. Buranı da silək. Deməli, 76 nədir bizə? 76-da birinci, ikinci qablarda ayrılan hidrogen həcmi üçün doğru münasibəti müəyyən edin. Baxaq. Nədir bizə? Yenə uşaqlar, burada silisiumu görürəm. 4 valentlidir. Nə qədər ayıracaq? 2. 2 mol burada. Kalsium 2 valentlidir. 1 mol burada. Alüminium burada 1,5. Yəni 3 valentlidir. 1,5 mol hidrogen. Ən çox hansında oldu? 1-də. 1 böyükdür nədən? 3-dən. O da böyükdür 2-dən. Hardadır? C variantında. Daha doğrusu Y variantında. Y variantında. Dəqiqə. Buranı silək. 77. Yenə uşaqlar nəyə diqqət edirəm? Görəm natrium 1 valentli metaldır. Onda bu 1,5 mol ayıracaq. Sink 2 valentli metaldır. Bu 1 mol ayıracaq. Yarısı qədər. Silisiumda 4 valentlidir. Bu da 2 ayıracaq. Ən çox hansında oldu? 3-də. İkinci ilə 2-də oldu. Üçüncü də ən azı oldu 1-də. 3, 2, 1. Hardadır? B variantında 77. Keçək 78-ə. Deməli, içərisində misoksid olan qızdırılmış şüşə borudan 1,12 litr hidrogen keçib, reaksiya axıra qədər gedib, reaksiya daxil olan misoksidin kütləsini asan sualdır. Deməli, baxın uşaqlar, misoksid plus hidrogen. Burada anlarım mis plus su. Axıra qədər gedib, reaksiya daxil olan misoksidin kütləsi, alınan misin kütləsini hesablayın. Sadə sual uşaqlar. Bax, 80 qram misoksid reaksiya daxil olanda nə qədər hidrogen sərf olunur? 22,4, düzdürmü? Sənə verib 1,12 litr sərf olunur. 1,12-yə görə nə qədər sərf olunur misoksid? 20 dəfə azalıbsa, burada eləyər 4. 4 qram nəyə tapdın? Mis oksidi. Ondan sonra mis soruşur. Görsən ki, 22,4 litr hidrogen sərf olunanda nə qədər mis ayrılır? 64 qram. Sənə verib 1,22 litr axı. Görün, buna nə qədər ayırar? 20 dəfə az 3,2. Deməli, bu da oldu mis. 4, 3,2 D variantı. 79. Yenə həmin reaksiyadır. Deməli, yenə həmin reaksiyadır uşaqlar. Yazırıq ki, 80 qrama 22,4 litr nə ayrılıb? Nə sərf olunub hidrogen? Bizə verib 2,8 litr. Buna görə ki, nə qədər misoksid sərf olunur? Bu hədd 8 dəfə azalıbsa, burada 8 dəfə azalar. Neçə eləyər? 10. Deməli, misoksid tapdın 10. Keçək indi ikinciyə. Misi soruşur, alınan misi. 64 qram mis alınanda 22,4 litr oksigen sərf olunur. Bizə verib 2,8 sərf olunur. 2,8 nə qədər sərf olunur? Bax, bura 8 dəfə azar, burada 8 dəfə azar. X neçələr 8. Deməli, 10, bir də 8 hardadır? D variantında. 80-ci sual.
Bir də deyir ki, alüminium natrium hidroksid su ilə reaksiyasından. Gəlin reaksiyanı tamamlayaq. Burada alınır natrium, alüminium, O2 plus hidrogen plus 3 mol alınır da burada. Natrium hidroksidin sinkin reaksiyasından natrium sinkat, natrium 2, sink O2 plus. Burada da 1 mol hidrogen verir. Silisiumdan da deməli yarısı qədər nə qədər eləyir? Birinci alınan yazıq natrium 2 silisium O3 plus 2 mol hidrogen. Reaksiyasında eyni mol miqdarda alüminium, silisium və sink götürülüb. Əmələ gələn hidrogen həcmini artma sırasını göstərin. Yaxşı. Artma sırasını göstərin deyir. Baxaq. Burada uşaqlar hər bir bərabər mol sayda götürübsə, bərabər mol sayda. Baxın, normalda burada alüminium 2 mol girirdi. Qalanlar 1 mol girir, düzdür? 1 mol, 1 mol. Onda bunları eyni mola gətirək də. Eyni mola gətirsəm, məsələn, bunları 2-yə vurum. Hər ikisini 2-yə, bunu da 2-yə vurum. Onda necə olacaq? Bu olacaq 4 mol, bu da olacaq 2 mol. Ən çox hansında oldu? 3-də. Ən çox oldu 3-də. Ən az hansında oldu? Ən az oldu alüminiumda da, yəni. Düzdür? Daha doğrusu alüminiumda yox. Daha doğrusu sinkdə. 2 mol qaldıq ona görə. Oldu ən az sinkdə. İkinci nə oldu? Alüminiumda. Bir də gedər bura. 2, 1, 3. D variantı. Keçək indi 81-ə. 1 mol su ilə X maddəsi girib, onda 5 mol hidrogen ayırıb. Onda 5 mol hidrogen ayırıbsa, sən artıq buradan bilməlisən ki, bu 1 valentli metaldır. Всё. 1 valentli metaldır. Qaldıq C və D arasında. Çünki 1 valentli metal valentlin yarısı qədər, yəni onda 5 mol hidrogen ayıracaq. Ondan sonra baxaq 2-yə. Məsələn, 2-yə götürək. Uşaq 2-də heç D-yə baxmır. D-də ümumiyyətlə heç hidrogen ayrılmır natrium oksiddən. Əsas oksidlər sudan qələvi verir də, biz bilirik. Elə burada nə qalır? C variantı. 82. Hansı reaksiyadan hidrogen alınır? Gəlin baxaq. Birdə bəli, duru sulfatdırsa 100% alınacaq hidrogen. Nitratlar vermir. Nə qatısı, nə durusu. Bir də burada verəcək hidrogen. 1 və 4. 83-ə baxaq. Yenə deyir, hansı reaksiyada hidrogen ayrılır? 1-ə baxın uşaqlar. Bəli, qələvi torpaq metallar su ilə hidrogen verir. Ondan sonra baxaq 2-yə. Pasiv metallar vermir uşaqlar. 3-ə baxın. Qələvi metallar dedik verir su ilə reaksiyasında hidrogen. 4-də də təbii ki verir. Spirt dedik bayaq neyinir? Gəl bura natrium əvəz eləyir. Olur. Buradan hidrogen ayırır. Qatı sulfatda vermir. Doğru cavab. 1, 3, 4. 84-ə baxaq. Hansı reaksiyada hidrogen ayırmaq olur? Burada nə əmələ gəlir? Kalium xlorid plus su. Vermədi. Bu getdi. 2-də bəli, almaq olar. Hidrogen verəcək. Oksidinlə hidrogen. 3-də nə verir uşaqlar? 3-də ümumiyyətlə vermir. Çünki niyə? Qatı nitrat durusu verib. Duru da olsa yenə verməyəcək təbii ki. 4-də amfoter metalla nəyi verib? Qələvi nə verib? Bu da bayaqdan yazırıq, hidrogen ayırır. Deməli 4-ü də götürə bilərəm. Bir də aktiv metallar su ilə hidrogen ayırır. Doğru cavab olar 2, 4, 5. Keçək indi 85-ə. Axıra qədər gedən CH4 plus H2. Yəni ki, qısacası bizə deyir ki, bu sintez qazıdır. Burada nə alınır? Bir də qələmi söndü. CO plus hidrogen 3 mol. Bir dəqiqə sizlə səliqə yazaq. CO plus 3 mol hidrogen. Deməli, nədir bizə 85-də? Alınmış qaz qarışının orta molyar kütləsi 8,5-dir. Gəlin baxaq uşaqlar. 1 mol CO 28 qram, üzərinə gəlsin 3 mol hidrogen 6 qram. Bölünsün neçə? 1 mol, o da 3 mol. Molların cəmi 4-də. Bu deyilər 32, daha doğrusu 34 bölünsün 4. Bu deyilər neçə? 8,5. Bəli. Tamamilə razıyam. 2-yə baxaq. Hidrogen sənayedə alınma üsullarından biridir. Bəli, sintez qazı hidrogen alınma üsullarından biridir. Alınmış qaz qarışığı su qazı adlanır. Xeyr, su qazı uşaqlar. Su buxarı ilə bax bu reaksiyadır su qazı. Karbonlar reaksiyasında, kömürlər reaksiyası. Burada alınır CO plus H2. Burada eyni maddə alınır, o heç. Amma reaksiya daxil olanlar fərqlidir. Deməli, bərk yanacağın qazlaşdırmasında istifadə olunur. Xeyr, reaksiya axıra qədər getmir. Bəli.
Doğru cavab nə olacaq? 1, 2, 5. Keçək indi 86-ya. Kalsium hidridin su ilə reaksiyasından 5,6 litr hidrogen alınıb, praktiki çıxımı hesablanır. Gəlin birinci kalsium hidridin su ilə reaksiyasını yazaq. Nə alınacaq? Kalsium hidroksid plus hidrogen. İndi uşaqlar əmsalları göz yetirsək, bir dənə burada suya 2 atsaq, bir dənə də burada hidrogenə 2 mol düşər. Qalan neçinə? Deməli, nəyə diqqət yetirirəm? Görürəm burada 42 qram kalsium hidrid reaksiya daxil olanda nə qədər belə deyək hidrogen ayrılır? 44,8 litr düzdür. Bizə verib 10,5 qram. Deməli, bu nə deməkdir? 4 dəfə azalma deməkdir. Onda bura 4 dəfə azalsa eləyəcək. 4 dəfə azalsa 11,2. Ayrılan qazı tapdım, onda 11,2. Bizə verib baxı 5,6 və bizdən nə soruşur? Faizi. Necə eləyəcəm? 5,6-nı bölərəm 11,2-yə, vuraram 100-ə. Bu neçə eləyər? 50%. Deməli, praktik çıxım olur 50%. Yenə baxaq nəyə? 87-yə. Yenə həmin reaksiyadır. Bir dənə molu fərqli verib. Yenə yazıram uşaqlar. 42 qram kalsium hidridə 44,8 litr hidrogen sərf alınıb. Bizə verib 10,5 qram. Görək 10,5 qram nə qədər sərf alınır? 4 dəfə azalıb. Burada 4 dəfə azalsa 11,2. Bunu tapdıq. Bizə verib bax altdan %72. Praktik çıxımı soruşur. Necə eləyəcəm? Altdan %70-ni bölərsən 11,2-yə vurarsan 100-ə. Neçə eləyir bu? 10-da 6, bu vurur 100, bu deyir 60%. Deməli, çıxım olacaq 60%. 88-ci suala baxaq. Deməli, sink verib, kütləsini verib, xlor turşusunu verib, ayrılan hidrogenin mol miqdarını verib, n. Yəni, deyər ki, burada bərabərdir. Gəlin, birinci sink xlorid ilə, daha doğrusu sinklə xloridin reaksiyasını yazıq. Burada alınır sink xlorid plus hidrogen. 2 mol bir dənə bura düşür. Bir də dəmirlə yazaq. Dəmir plus H-xlor. Burada alınır dəmir 2 xlorid plus hidrogen. Deməli, gözənsanlar baxırıq. Burada da bir dənə əmsal H-xlor da düşür. Bizə deyir ki, bərabər düşsün də, düzdür mollar. Onsuz da burada bərabər mol miqdarı da. Yəni 1 mol, 1 mol. 1 mol, 1 mol. Doğrudan da bərabərdir. İndi 65 qram budursa, onda bu da 56 qram olur da məntiqdən. Çünki eyni miqdarda ayrı baxı. Yenə baxaq 89-a. İndi burada magnezium verib yerinə. Yenə yazaq magnezium plus H-xlor. Alınır magnezium xlorid plus hidrogen. Deməli, burada bir dənə buraya ehtiyac düşür. Sinqi də yazmışam burada. Deməli, uşaqlar 1 mol burada, 1 mol da burada. Yəni, onsuz bunlar bərabərdir. Bərabərdirsə, onda kütlədə olduğu kimi reaksiya. Bu magnezium öz kütləsi onsuz 24 qramdır. Onda sink də 1 mol reaksiya daxil olubdur, 65 qram. Baxaq 90-cı suala. 90-cı sualda sənayedə hidrogen qazından metalların üzərindəki oksid təbəqəsini təmiz, ümumiyyətlə buranı oxumayıb, bura mənasızdır. Bizə lazım bu isə bu proseslər nəticəsində hər bir dəqiqədə 1 mol hidrogen sərf olunursa, 1 saat üçün lazım olan hidrogen kütləsini hesablayın. Yazaq uşaqlar. 1 dəqiqəyə 1 mol hidrogen sərf olunur, düzdür? Bizə deyir 1 saat nə qədər lazım olur? Baxın uşaqlar, 1 saatı çevir dəqiqə neçə eləyir? 60 dəqiqə. Görək 60 dəqiqə nə qədər sərf olunur? 60 mol təbii ki, düzdür? 60 mol. İndi bizə kütləsini soruşur. 60 mol hidrogen tapmışam. Bunun kütləyə necə çevirəcəm? 2-yə vuracam da. 60 da vuraram hidrogen kütləsini. Elə 120. 91. Deməli, metal verib kalsium su ilə tam reaksiyasından əmələ gələn hidrogen həcmini verib. Deməli, gəlin birinci yazaq. Kalsiumla suyun reaksiyasından alınır kalsium hidroksid plus hidrogen. İndi əmsallara nəzər yetirsək, bir dənə suya 2 düşər. Füsyon. Bizə deyir ki, 2 mol kalsium reaksiyası daxil olsun. 1 mol kalsium reaksiyası daxil olanda 22,4 litr hidrogen qazı ayrılır. Bəs 2 mol verib, 2 mol nə qədər olar? 44,8 təbii ki. Bu da eləyər 44,8. İndi 92-yə baxaq. Burada barium verib uşaqlar. Bariumdan kalsium ilə 2 valentli metaldır. Yəni eyni reaksiyadır. Buranı dəyişib barium qoysam, yəni bir fərq eləmir.
Yəni 44,8 litr olar bu da. 93-ə baxaq. Bu da bayaqki sual kimidir elə. Bayaq yazdıq. Nə verib? Reaksiyasında hər birində 22,4 litr hidrogen ayrılarsa cəmi neçə mol? Bayaq 1 mol vermişdi. İndi litrə çevir. Bu da yenə 1 mol deməkdir. Eyni sualdır. Deməli, kalium hidrit, kalium, bir də kalsium verib. Gəlin bunların sudan reaksiyasını yazaq. Kalsium plus birinci su ilə reaksiyasından alınır kalsium. OH 2 plus hidrogen, bir dənə bura 2 atırıq. Füsyon. Ondan sonra keçirəm kaliuma. Kaliumun su ilə reaksiyasında alınır kalium OH plus hidrogen. Əmsallara bir dənə baxaq. 2 mol bura düşsə, onda burada 2 mol düşər, onda bu da 2 mol olar. Kalium hidritdən baxaq. Plus su ilə reaksiyasından alınacaq kalium OH plus hidrogen. İndi əmsallara bir dənə baxsaq, heç ehtiyac yoxdur. İndi bizə nə deyir? Hamısında deyir ki, hər birində 22,4 litr, yəni 1 mol demək istəyir də, böyük mol. Əziyyət çək burada. 1 mol. Görəm olsa burada hamısında 1 mol əmələ gəlib də. Deyir qələv nə qədər əmələ gəlir? Bax 2 mol burada, 1 mol burada, 1 mol burada. Nə qədər elədi? 4. Doğru cavab nə olar? 4. 94. Deməli, qabı verib 2 dənə H-florla reaksiyasının hər iki qabda ayrılan hidrogen həcmi eynidirsə, M-i hesablayın uşaqlar. Baxaq. Qeyd edim ki, bir dənə yazaq sink plus H-flor reaksiyasını qeyd edək. Sink klorid plus hidrogen. Deməli, bir dənə əmsal buraya ehtiyac var. Deməli, uşaqlar 65 qram sink sərf olunanda nə qədər hidrogen ayrılır? Nə qədər ayrılır? 22,4 litr, düzdür? Bəs 26 qram nə deməkdir bu? 26 qram nə qədər eləyər? 26 qramı. Deməli, bu nə deməkdir? Bunu elə bir 10,4-ə vurub da bu. 10,4-ə vurub da elə bir, düzdür? Yəni 65 10,4-ə vursan eləyər 26. Onda burada 10,4 dəfə olsa eləyər neçə? 8,96 litr hidrogen. Yazırsan dəmirdən reaksiyasını. Dəmir plus H-xlordan reaksiyası. Bir dənə buraya 2 ataq. Dəmir, xlor 2 plus hidrogen. Uşaqlar 8,90 onsuz görürəm ki, hamısı eyni reaksiyada 1-ə 1 gedir, 2 valentli metaldır. Yazarsan ki, 56 qrama 22,4 litr nə ayrılır hidrogen, düzdür? Bəs 8,96 olsa nə qədər olar? X. Bura 10,4 dəfə azalıb, sonra burada 10,4 dəfə artar. Deməli, neçə eləyər? 56 vur 10,4 bölür 22,4. Füsyo. Doğru cavablar 22,4. Ya da bunun ilə sadə bir məntiqi yolu var. 65 qram uşaqlar. Onsuz bizə deyir ki, həcmləri eynidir də, düz deyil. Həcmləri eynidir. Reaksiyanı yazdım, onsuz gördünüz ki, eyni miqdarda onsuz hidrogen ayrılır. Yəni onun bir mənası yoxdur. 26 qramı sən böl 65-ə, bu neçə eləyir? 10,4 mol. Deməli, bu da 10,4 mol olmalıdır, dəmir, düzdür? Onda 56-nı da vurarsan 10,4, onsuz tapacaqsın 23,4. Yəni şifahi yolda belə yaza bilərsiniz. Başqa nə deyim sizə? Deməli, uşaqlar, indi burada əkisini verib. Bax, dəmiri verib 22,4, düzdür? Bu nə deməkdir? Sən bunu 56-ya böl, gör bu neçə moldur? Bu edir 10,4 mol. 10,4 mol dəmir, düzdür? Bizə deyir ki, ayrılan hidrogen həcmi eynidirsə, onsuz eynidir. Bayaq reaksiyanı yazdım. 1 mol alındı hər ikisində. Deməli, burada sink də 10,4 mol götürülüb də. Onda 65 də vur 10,4-ə neçə eləyəcək? Sinkin kütləsi 65-də, axı vurarsan 10,4 eləyər 26 qram. Yəni, ehtiyac yoxdur heç burada hesablamağa. 96-ya baxaq. Deməli, kalsium hidrit verib, kalsium H2 18 qram. Su ilə reaksiyasını yazaq. Kalsium OH 2 plus hidrogen. Əmsalları bir dənə baxaq. 2 mol bir dənə suya düşəcək, bir də bura düşəcək füsyo. Bizə nə deyir ki, bərk az miqdarda su ilə reaksiyasından sonra qalan bərk maddənin kütləsini verib 30 qram. Bərk kütlədə oksigen kütlə payını soruşur. Bərk kütlə budur da uşaqlar, kalsium hidroksid, düzdür? Baxaq uşaqlar nəyə?
18 qram idi, olub 30. Fərq nə qədərdir? 18 çıxılsın, daha doğrusu 30 çıxsın 18. 12 qram fərq var da. Baxın uşaqlar. Buradakı fərq nəyə görədir? Kim deyər? Oksigen görədir. Niyə? Çünki baxın, kalsium H2, bu da kalsium OH2. Bax, kalsium bir dənədir, bir dənə də kalsium, düzdür? H2, bu da 2 dənə H2. Buradakı fərq oksigen görə, düzdür? Deməli, bu 12 qram oksigenə görə fərqdir. Onda kütlə payı necə olacaq? Oksigen 12 bölünsün, oksigen kütləsini tapmışıq. Neçə? Ümumi kütlə 30 vurulsun 100. Neçə eləyər? 40. Yəni, bir dənə bu oksigen burada görmək lazımdır. Yendirin, bax, burada bir dənə kalsium var, burada da bir dənə kalsiumdur. Burada hidrogen 2 dənədir, burada da hidrogen 2 dənədir. Amma burada fərq nəyə görədir bu maddə arasında? Oksigen görə fərq var da. Demək, oksigen fərqini tapdım 12, böldüm ümumi kütləyə, vurdum 100-ə. Bu da elədi 40%. Keçək indi 97-ci sual. Yalnız bəsit maddə alınır. Yalnız bəsit maddə alınırsa, məsəl üçün, burada hidrogen plus oksigen alınır. Elə 1-ə gedər B variantı. Yalnız mürəkkəb maddə alınır. Onda uşaqlar, mürəkkəb maddə, məsəl üçün, bura gedər natrium OH da. Düzdür. Məsələn, D gedər. Həm bəsit, həm mürəkkəb alınır. Onda burada gedər, məsəl üçün, C-yə baxın. Burada nə alınır? Oksigenlə kalium nitrit, düzdür. Həm mürəkkəb, həm bəsit. Deməli, C gedə bilər bura. Ondan sonra Y-yə baxın. Hidrogen, daha doğrusu hidrogen peroksid partisi alınır. Suya plus oksigenə. Deməli, bura Y də gedər. Deməli, keçək. Deməli, 98 1 mol maddə ilə tam reaksiya daxil olan hidrogen həcmini verib. 22,4 litr, 44,67,2. Birinci azotdan reaksiyaya baxaq. Hidrogen biz bilirik ki, NH3 alınır. Yəni, bu 3 mol 67,2 elədir. Deməli, 3-ə gedir A variantı. Oksigenə bax, hidrogen plus oksigen 2 mol H2O. Deməli, bu da 2-1-2 nisbəti. Yəni, bu da 44,8 litr eləyir. Deməli, 2-yə də gedir nə? B variantı. Buna baxaq. Mis-oksid plus hidrogen alınır. Mis plus H2O. Yəni 1 mol girdi. Yəni 22,4 litr girdi. Neçə eləyir bu da? C variantı. Bu formada